Gitmedim ah yaşayan doğu Nanitiştan Sarvagyana Vimuthamstan Ittinaştan Acitaşa Yetvetti tad apyaşyanto Nanutriştan titematam Sarvagyana Vimuthamstan Ittinaştan Acitaşa Söz tercümesi Ye onlar tu lakin etat bu apyaş suyanda paxıllıqdan na yox anitiştanti müntəzəm surətdə yerinə yetirmək mənim matam təlimat sarvagyana hər cür bilikdə imuthan tamamilə aldadılmış tan onlar vidhi bunu yaxşı bilmək naşdan hər şey məhv olmuşdur Acitaşa Krishna şuurunda olmadan mətnin tərcüməsi və izahı onlara Nərmədə Şela Prabhupada ki lakin paxıllıqları üzündən bu nəsihətlərlə hesablaşmayan, onlara əməl etməyən adamlar hər cür bilikdən məhrumdurlar. Onlar aldadılmışlar və cahilliyə və əsarətə məhkumdurlar. Bir oxuyaq. Lakin paxıllıqları üzündən bu nəsihətlərlə hesablaşmayan, onlara əməl etməyən adamlar hər cür bilikdən məhrumdurlar. Onlar aldadılmışlar və cahilliyə və əsarətə məhkumdurlar. İzahı. Burada aydın şəkildə deyilir ki, yox, əslində göstərilir ki, yazmaq lazım idi. Burada aydın şəkildə göstərilir ki, Krishna şuurunda olmamaq qüsurdur. İnsan dövlət başçısının əmrlərinə tabi olmadıqda cəzalandırıldığı kimi şübhəsiz ki, Allahın ali şəxsiyyətinin əmrinə tabi olmadığına görə də cəza alacaqdır. Onun göstərişlərinə tabi olmayan adam nə qədər böyük şəxsiyyət olsa belə, nə Ali Brahman, nə Paramatma, nə Allahın ali şəxsiyyəti, nə də öz mahiyyəti barədə heç nə bilmir. Çünki onun ürəyi boşdur. Buna görə də onun həyatda kamilliyə çatacağına ümid yoxdur. Mogana Tirandasya Ganam Jana Shalakaya Chakshramritam Gina Tasmai Shri Gurave Namaha Krishna Karuna Sindhu Dinabhantu Chagatpate Gopisha Gopika Kandara Tanda Namaste Tapta Kanchana Gaurangi Rati Vrindavaneshwari Rishabhanu Sutadevi Pranamaya Hari Priya Vanjakalpa Darubhyascha Kripya Sindhubhya Inucha Patitanam Pavanebhyo Vaishnavibhyo Namo Namaha Jai Shri Krishna Chaitanya Prabhu Nityananda Shri Advaita Gadadhara Shivasari Gaura Bhaktanda Hare Krishna 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 Hare 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 Rama 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 Hare Hare Samsara Sagaranata Putra Mitra Kriha Ganat Goptame Yuvam Eva Prapanna Vaya Bhamyanav Yoham Mamastyat Kinchit Yahaloke Paratracha Tapshravam Bhavatu Daiva Charanishi Samarpitam Ahamapya Bharatana Alayasya Satana Agatishyato Bhavantam Sarabhati Tavasmirati Kanatha Karmana Manasakira Krishna Kantita Maivasmi
Yetvetat ab Yashuyantu Namutishtanti Mata Sarvagyana Vimutanştan Viktinaştan Açitaşat. Lakin paxıllıqları üzündən bu nəsihətlərlə hesablaşmayan, onlara əməl etməyən adamlar hər cür bilikdən məhrumdurlar. Onlar aldadılmışlar və cahilliyə və əsarətə məhkumdurlar. Hare Krishna, əziz fədailər. Çox şadam ki, yığışmışsınız. Mühazirəyə, o cümlədən bugünkü mühazirəyə. Çünki bu nəyə görə lazımdır və yaxud vacibdir. Krishna Bhagavad Gita'nın çatur şuluklarının birində deyir, Matçita Madgata Prana Botayantas. Botayantas Samamityam Tuşanticha Yamanticha. O aydınlaşdır ki, yəni fədailər, mənim fədailərim bir yerə yığışaraq mənim barəmdə söhbət edərək həzz alır və bu mənim üçün olduqca xoşdur. Təsəvvür edin ki, haradasa bir qonşu otaqda yüngül var qulağınız eşidir ki, sizin barənizdə, sizin yaxşılığınız barəsində söhbət gedir. Gəlin gözümüzü aldatmayaq, bu hamıya xoşdur. Yine de Krishna Allah-u şəxsi və onun barəsində söhbət həqiqətən də ona hədsiz dərəcədə həzz verir. İndi gəlin görək Krishna məhz burada nə deyir? Burada söhbət, yəni bundan əvvəlki mətndə deyilir ki, çünki burada lakin sözü onu bildirir ki, bundan əvvəl tamam medalyonun o biri göstərilmişdir. Xatırladıram sizə, o mətin bu cür səsləndir. Vəzifələrini mənim göstərişlərimə müvafiq yerinə yetirən, bu təlimə inamla və paxıllıq çəkmədən riayət edən insan bəhrəgüdən fəaliyyətin əsarətindən azad olur. Oxuduğumuz kimi, yəni tanış olduğumuz kimi bu indiki mətndə deyilir. Lakin medalyonun o bir üzüdür. Paxıllıqları üzündən bu nəsihətlərlə hesablaşmayan, onlara əməl etməyən adamlar hər cür bilikdən məhrumdurlar. Onlar aldadılmışlar və cahilliyə və əsarətə məhkumdurlar. Şila Prabhupada hətta bunun birinci cümləsi kifayətdir ki, bunu göstərsin, bu mətni açıqlasın. O deyir, burada aydın şəkildə göstərilir ki, Krishna şuurunda olmamaq qüsurdur. Burada aydın şəkildə göstərilir ki, Krishna şuurunda olmamaq qüsurdur. Gəlin biz birinci izahədə görək, qüsur nəyə deyilir? Qüsur, nöqsan, yəni o şeyə şamil edilir ki, orada o çatmır, nəsə çatmır. Yəni insanın 10 barmağı yerindədirsə, bu normaldır da. Biri olmasa, nə bilim, yarısı olsa, bu qüsur sayılır. Ev tikmişik, evin döşəməsi var, divarları var, pəncərəsi var, amma tavanı yoxdur. Bu orada qüsur çatmır, nəsə çatmır. Yəni tam bir şey tam olması üçün, mükəmməl olması üçün mükəmməl, bu ərəb mənşəli sözdür, mükəmməl, kaf, mam, lim, mükəmməl. Kamillikdən götürülür, kamil, yəni bu mükəmməldir, tamdır.
ona aid olan hissədir. Yəni o sahəni əhatə edən hissədir. Nətədir? Müəllim, elm, müəllim o sahə ilə məşğul olan ixtisasçıdır. Mühəndis, həndəsə. Eyni ilə də mükəmməl, kamilliyə tərəf yönü olan sahədir. Mükəmməl. Və qüsur o yerdə görünür, özünü pürüzə verir ki, orada bu şey mükəmməl deyil. Və bu məhz o mənfi keyfiyyətlərdir. Mənfi keyfiyyətlərdir ki, bizim təbiətimizə xas deyil. Biz o zaman müsbət keyfiyyətləri əldə edirik ki, öz təbiətimizə uyğun, öz təbiətimizə müvafiq başlayırıq öz əhatəmizi, öz sahəmizi Tanrı ilə birləşdirməyə, ona qovuşturmağa. Ona görə deyilir, yəni bu yoga, özü də karma yoga, bu başlığın adı karma yoga. Karma fəaliyyətdir, yoga birləşdirmədir. Fəaliyyəti ona birləşdirmə. Hərçənd, misal üçün, Tanrı ilə bağlı olmayan fəaliyyətlə məşğul olan insanları biz nə adlandırırıq? Onlar necə adlandırırlar? Karmilər, tamamilə düz. Yəni, bu karmiləri ancaq o fəaliyyət maraqlandırır. Fəaliyyət və fəaliyyətin bəhrələri. Ona görə, məhz biz həmin o fəaliyyət sahəmizi Krishna ilə əlaqələndirəndə bu sahə adlanır karma yoga. Mən indi bir dənə sual verəcəm. Bhagavad Gita'da 5 sahə əhatə olunur. Bu bizim mövzumuzla əlaqəlidir, ona görə verirəm bu sualı. Həmin bax o 5 sahə hansılardır? Kimsə xatırlayırmı? Karma, Kala, İşvara, Prakriti, Karma. Düz tapdınız. İşvara, Jiva, Prakriti, Kala, Karma. İşvara, Jiva, Prakriti, Kala, Karma. Bak bu 5 sahə, Bhagavad Gita bak bu 5 sahəni əhatə edir. Yəni bu nə deməkdir? Bunu necə başa düşülür? İşvara Tanrıdır. İşvara. Jiva digər canlı varlıqlardır. Prakriti həmin bu təbiətdir, hansı ki biz mövcudluq. Və bu mövcudluqda biz karma, biz fəaliyyətlə məşğuluq. Və bu proses hər hansı bir zaman altındadır. Buna da deyilir kala. Kala, zaman, karma, fəaliyyət, prakriti, maddi təbiət, jiva, canlı varlıqlar və işvara, Tanrı. Bax, bu 5 obyekt vəhdət təşkil edəndə, həmin bayaq dediyim kimi, biz sahəmizi mükəmməlləşdiririk. Ona görə burada deyilir ki, Şirla Prabhupada izah edir ki, burada yəni qüsur göstərilir. Taxıllıqları üzündən bu nəsihətlərlə hesablaşmayan, onlara əməl etməyən adamlar hər cür bilikdən məhrumdurlar. Onlar aldadılmışlar və cahilliyə və əsarətə məhkumdurlar. Yəni, nəyə görə məhz canlı varlıqlar buna meyillidirlər, bu sahəyə meyillidirlər, daha meyillidirlər.
biz qüsurlu olaq, nöqsan olaq. Bu sayədə. Nəyə görə? Burada yəni bu fikri, bax, bu söz açıqlayır. Paxıllıq. Paxıllıq sözü açıqlayır. Yəni biz paxıllıq dedikdə nə başa düşürük? Paxıllıq o hardan doğur, o hardan özünü göstərir. Nə də olur o özünü büruzə verir, paxıllıq. Yalancı egodur. Tamamilə doğrudur. Yalancı egodan. Yəni biz özümüzü həmin o yalancı ego ilə eyniləşdirdikdə, o yalancı egodan çıxış başlayır başqalarına qarşı öz mövqeyini, yalancı mövqeyini göstərməyə. Yəni burada tamamilə həmin o sevgi atributu aradan götürülür. Ümumiyyətlə biz nə kim Tanrıya, kiməsə paxıllıq edəndə bu bil vasitə və yaxud bila vasitə Tanrıya paxıllıq deməkdir. Ona görə də deyilir ki, bu proses ümumiyyətcə baş verir, birinci etap adlanır işad apetasiya. Belə bir termin var, işad apetasiya. Yəni Tanrı ilə bizim keyfiyyət eyniliyimiz imkan verir ki, ona paxıllıq edək. Nə mənada paxıllıq? Şərab Rabba yenə sual verir. Bilirsiniz nə görə mən belə sual verirəm? Ona görə yox ki, mən ağıllıyam, özüm ağıllısın derim. Yox. Mən istəyirəm ki, bizim söhbətimiz diyalog formasında baş versin. Yəni bu harmoniya təşkil edəsin. Ona görə mən çalışıram bu şəkildə davam edim. Müharibə, yəni tək mən mikrofon mənə verilib deyə buradan çıxış edemiyim. Siz də aktiv olun. Ümumiyyətlə bu paxıllıq ünsürü ki var, dediyim kimi işad apetasiya terminidir. O Tanrı ilə bizim eyni keyfiyyətə mənsub olmamız buna imkan verir. Sualı nədən ibarətdir? Şerla Prabhupādaya sual verirlər ki, həyatın mənası nədir? Nə cavab verir o? Bravo! Həzz almaq. Həyatın mənası həzz almaq. O belə bu cürədə cavab verir. Həyatın mənası həzz almaqdan ibarətdir. Sadəcə olaraq Prabhunun dediği kimi o əgər biz yalancı egodan çıxış ediriksə, bizim həmin o aldığımız həzz də əslində yalancıdır. Əslində yalancıdır və o bizim özümüzü aldadır. Ona görə də görün nə dərəcədə əhatəli formada bu nəğmə onu açıqlayır. Onlar aldadılmışlar. Görürsünüz bu söz necə də yerində ifadə olunur. Onlar aldadılmışlar. Yəni əslində biz özümüzü aldatmışıq, biz bunu istəmişik. Həmin o keyfiyyət eyniliyi imkan verir ki, deyək, nəyə görə məhz Krishna həzz almalıdır da? Niyə məhz o mərkəzdə olmalıdır? Şirla Prabhupada misallar çəkir, ağacın kökünü suvarmaqla onun budaqları, yarpaqlar gömləsi də həzz alır. Və yaxud ikinci bir misal da var. Kimisə yadına düşüb, xatırlayır kimsə. İkinci bir misal da çəkir. Ödəniş. Hissləri razı olmaq üçün ödəniş misal çəkir Prabhupada. Biz ödənişi fərqli yerlərdə edə bilərik. Kommunal ödənişi və yaxud. Amma bir nöqtədən də ödəniş edə bilərik. Bədənimiz deyir, mədəyə idrak etdikdə bütün orqanlar Tamamilə doğrudur. Yəni bir mədəyə biz diqqət yönəltməklə bütün orqanlarımız razı qalır. Yəni biz Krishnanı məhz
mərkəzə qoyduqda istər-istəməz qalan şeylərin hamısı razı qalır. Hətta bədbəxtliklər belə üz verdikdə, onlar bizi məmnun edir. Yəni, biz bunun arxasında əslində mərhəməti duyuruq. Bu, ümumiyyətcə, başqa bir mövzudur. İndi vaxtımız qalsa, ona toxunarıq. Həmin Bhagavad Gita'nın 5 toxunduğu sahə var, onu yadınızdan çıxartın, biz ona qayıdacağıq. Məhz, bax, bizim canlıların ümumiyyətcə həmin mənfi keyfiyyətlərə qarşı üst tutması ona görə baş verir ki, biz özümüzü qoyuruq Tanrının yerinə. Bu halda növbəti söz var. Cahilliyə və əsarətə məhkumdurlar. Cahillik nə deməkdir? Cahillik odur ki, biz bu sahəni bilmirik. Bizim belə bir sözümüz var dilimizdə. İnsan nəyin düşməndir? Bilmədiyinin düşməndir. Tamamilə doğrudur. İnsan bilmədiyinin düşməndir. Biz nəysə bilmiriksə, o şey düşmən kəsilir. Ümumiyyətcə, o cahillik elə bir detaldır ki, biz orada ola, hətta ola bilsin ki, bilmirik. Amma şuurumuz o səviyyədə da bizə həmin o bayaq dediyimiz kimi yalancı məndən başlayır həzz verməyə. O yalancı mən onsuz da dedim üstündən keçərəm, amma lazımdır bunu mən qeyd edim. Biz həmən o yalancı məndən çıxış edəndə biz Sukham prosesləri ilə üzləşirik. Xoşbəxtliklər və bədbəxtliklər. Əslində bunların ikisi də əslində mərhəmətdir. Bu dünyada. Yəni bu da nətər baş verir? Deməli, proses bu cür olur. Hər şey əslində liladır. Hər şey Krishnanın lilasıdır. Diqqətlə qulaq asın, xahiş edirəm. Hər şey Krishnanın lilasıdır. Biz onun oyunundayıq. Biz, bayaq dediyim kimi, o keyfiyyət eyniliyindən sui-istifadə edib o oyundan çıxanda biz düşürük Mayaya, Mahamayaya, Mahamayanın təsir altına, illüziyadayıq. Və həmin illüziya bizi qapıyır və biz cəhalətlik. Biz həmin o cahil vəziyyətdə başlayırıq, yalancı özümüzə yalancı başlayırıq həzz verməyə. Həzdir, amma yalancı həzdir, müvəqqəti həzdir. Onun özü də həzdir. Ötüb keçən həzdir. Da, Bremen'də, müvəqqətidir. Əvvəllər mən Krishna şuuruna kimi sigaret çəkməmişəm, amma içki içmişəm. Mən deyirlər ki, sonra tacizdən sonra bəs niyə içmirsən, niyə sən yaxşı içirdin, kampanya var idi, sonra və əlavə. Mən bu sual son nəticədə mənə o qədər bezdirdi ki, belə bir şeirlərimin belə bir misrası var. Neynərəm mən cismə verən həzzi bibəqa abı, abi zindəcanı ilə müqayisə abdecid. Neynərəm mən cismə verən həzzi bibəqa abı, neynərəm mən o suyu ki, bu müvəqqəti bədənə müvəqqəti həzz verir. Harada ki, elə su var ki, o əbədi can üçün əbədi həzz verir. Bunun mənası budur. Məhz bax, həmin o cahilliyin altında biz bu şeylərlə rastlaşırıq. Bayaq dediyim kimi, Sukham, Idukham, xoşbəxtlik və bədbəxtlik, onlar bir-birini əvəz edir. Bax, o Mayanın təsiri altında olanda bu iki proseslərlə baş verir. Əslində, bunların ikisi də mərhəmətdir. Tanrının bizə verdiyi mərhəmətdir, ikisi də. Təsəvvür edin, bədbəxtçilik də mərhəmətdir.
Nəyə görə? Biz nətər baş verir? Bizim hər şeyimiz yaxşıdır. Evimiz, eşiyimiz, nə bilim, valideynimiz, pul, yaxşı ləzzətli yeməklər və s. Hər şey var. Bir də nə bilim, nəsə bir xoşa gəlməz hal baş verir. Kimsə vəfat edir. Bu həqiqət amma ki, hamımızın yaxınlarımızdan irad. Və yaxud müharibə baş verir. Və yaxud zəlzələ olur. Birini götürək. Evdəyəm, yaxşı yemək yeyirəm, məni yedirdirlər, ana yedirdir həmişə. Birdən əsgəri vaxt gəlib gedirəm əsgəriyə. Bu nədir mənə verirlər? Yəni, reqamentimiz necə olsun da, bir 10 dəqiqə saxlayaq da, sual cavabı. 5 dəqiqə, 10 dəqiqə. Deməli, 18-ci fəslin mükəmməl tərki dünyalıq adlanır bu fəsil. Bunun 46-cı mətndə görün nə deyir Krishna. Yata pravrittir bhutanam yena sarvam idam tatam svakarmanatam apyarachya siddhim vindatimanava. İnsan hər şeyə nüfuz edən, bütün məxluqların mənbəyi olan Tanrıya sitayiş etməklə və öz işini yerinə yetirməklə kamilliyə nail ola bilər. Görün, burada nə deyir? Bizim oxuduğumuz mətndə. İnşallah Prabhupada deyir, buna görə də onun həyatda kamilliyə çatacağına ümid yoxdur. Yəni bu insanlar. Amma Krishna burada onun düsturunu verir. Tamamlayıcı 18-ci axırıncı fəsil orada deyir, insan hər şeyə nüfuz edən, bütün məxluqların mənbəyi olan Tanrıya sitayiş etməklə və öz işini yerinə yetirməklə kamilliyə nail ola bilər. Burada öz işini yerinə yetirmək deyəndə nə başa düşülür? Öz işini. Bəli.
təyinatı üzrə vəzifələr bu 100%-li sözləri cavab. Daxil eləmək üçün mən başa düşmürəm. O təyinatımız üzrə vəzifələrimiz deyəndə bizim insan şəxsi ailədir, valideyn qarşısında onlar mı nəzərdə tutulur, yoxsa canın vəzifələri də var? Çox həm yaxşı sualdır, həm də buna geniş əhatəni ağuşuna alan sual. Birisi nəyə görə? Kavichandra Maharaj bu suala çox o gözəl cavab verir. Kavichandra Maharaj. O deyir ki, o bunu bu cürə izah edir. Hətta şastralarda yazılmış qanunlar müəyyən güzəştlərə imkan verirsə, bu o demək deyil ki, biz onu əsas tutmalıyıq. O aydınlaşdırır ki, deyir, hətta ən gözəl, ən geniş yolda belə, hətta görürsən qəzalar baş verir. Ona görə biz deyir, orada dayanmalı deyilik. Yəni biz onu əsas tutmalı deyilik. Biz həmin o borçları, mən də bir kitab üzərində işləyirəm. Deməli, orada var iki bədənin arasında balans. Yəni maddi müvəqqəti bədənlə ruhi bədən arasında balans nəfər yaratılmaq. Biz təbii ki, bu bədəndəyik və bu bədənin öz müəyyən tələbatları onları yerinə yetirməliyik. Lakin bu bədənin tələbatlarını biz anlayanda ki, biz kimik də ruhi canıq, o canın təyinatına birləşdiririk. O zaman həmin vəzifələrimizi təyinatımız üzrə başlayırıq yerinə yetirməyə. O zaman Krishna burada deyir ki, biz onları yerinə yetirməklə kamilliyə çatmış oluruq. Mən də qaydaram o həmin dediyimi, yadınızda saxlayayım o 5 şeyi. Yəni orada da Krishna deyir da Arjuna'ya, deyir, ya karoşi ya da şinasi ya çuboş tudasya və tapasiyası kauntiya tat konuşanmalar var. Nə edirsənsə, nə yeyirsənsə, hansı zahidliklə məşğul olursansa, onların hamısını mənə qurban kimi et. O zaman biz Krishnaya müraciət edirik və biz o zaman onu mərkəzləşdiririk. Onda bu istər-istəməz bu vəzifə borçları özləri gəlir, təyinatı üzrə biz onu yerinə getirəndə onun özü ruhiləşir. Yemək tuta qartofdur. O birləri də yeyir, Allahsızlar da yeyir, Allahlılar da yeyir. Amma burada səbəb budur ki, bunu Allah. Hətta ən şəxsi ona görə yemir ki, bunu yemək tələbatıdır, yeməlidir. Yox, prosta ona görə yer ki, bunu ona təklif edibdir, onun qaldığını ona görə yeyir. Mərhəmət kimi yapır. Buna da insan gələ gözü gəlsin. Bu avtomatik bir şey deyil, yaxud belə. Avtomatik başa tutulası bir şey deyil. Buna insanın özü gəlir. Özü də o zaman gəlir ki, bu həm əhatədə olur, həm də bunu praktik yerinə getirir. Ona görə bilik dedik da, sambandla teoriya, teoriyanın əsasında prayojana, məqsəd nazil olur və onların ikisini bir yerə birləşdirən nədir? Abhidiya, praktika. Bu üçlük birləşəndə həmin o tamlıq ortaya çıxır. İndi mən qaydıram həmin bu. Əslində Chaitanya Mahaprabhu hər şeyi veribdir. Bizim üçün hər şeyi veribdir. İndi gəlin görək, o nəyə tövsiyə edir Chaitanya Mahaprabhu? Harer Nama, Harer Nama Eva Kevalam, Kalam Nastiva, Gatyanyata.
Deməli, Kali Yuga dövründə Hare Krishna Mahamantrasını tərənnüm etməkdən başqa yol yoxdur, başqa yol yoxdur, başqa yol yoxdur. İndi gəlin görək, siz mən indi bu 5 şey dedik, 5 sahə dedik Bhagavad Gita'da. Siz inanmazsınız, bu 5 sahə, bax bu deyilən termində özünü büruzə verir. Xatırlayaq, nə idi o 5 sahə? İşvara da, işvara. Burada Çaydan Mahaprabhu nə deyir? Adı işvara, ondan fərqləndirmə. Civa, Civa, bu bir tərəfdə nə var? Deməli, Allahın müqəddəs adlarını tərənnüm etməkdən başqa yol yox. Kimə aiddir bu? Bizlərə civalar. Yəni bizə deyir. O yol yoxdur bizim üçün. Başqa yol yoxdur. Prakriti, nədir prakriti? Məkan. Burada nə deyil? Nə göstərir Çaytan Mahaprabhu? Yolu göstərir. Yolu göstərir. Yol nədir? O məkan. O şeydir. O prostranstva, o məkandır. Oraya gitməli. Kala, Kali Yuga. Vaxtı, Kali Yuga. Karma fəaliyyətdir. Burada da Çaytan Mahaprabhu nə deyir? Başqa yol yox. Yox, Çaytan Mahaprabhu deyir, tərənnüm ödəmək. Görürsünüz, nətər bu 5 şey, bu 5 şey tamamlayır. Bhagavad Gita. 5000 il bundan əvvəl, 5000-dən də çox il əvvəl söylənmiş kitabdır. Çaytan Mahaprabhu bunun formulunu bu beytlə izah edib bizə verir. Təbii, yəni başqa yol yoxdur. Çaytan Mahaprabhu bunu deyir, başqa yol yoxdur. Bu sayədə geniş danışmaq olar, ətraflı, lakin gəlin suallara da yer verək. Əlbəttə, profesör. Xoş gəlmişsiniz. Çox sağ olun. Sonsuz təşəkkür edirəm bizim komanda adına. Bizim komandamız var. Biz daim bu mövzuları, sizin məhz bugün danışdığınız mövzuları çox geniş formada, inanın bəlkə də bir neçə il var Qopyamatıcı. Qopyamatıcının iştirakı ilə eyni bax bu mövzuları necə eləmək ki, oxuduqlarımızı biz həyatımızda göstərə bilək. Təkcə informasiya olaraq mən gözəl danışa bilərəm, təbliğ edə bilərəm, amma təbliğatdan ayrılan kimi kiçik biyoloji bir hadisədə mən artıq onu doğrultmaya bilərəm. Düşürəm maddi səviyyə, yalançı ego falan. Mən sizə çox təşəkkür edirəm bu cür qiymətli mövzuları bizim üçün açıqladınız. Sonsuz dərəcədə ehtiyacımız var bu praktikalara ki, biz onu necə o znaniyanın şurutini biz ürəyimizdən keçirərək onu yaşayaq və göstərək, nümunə, canlı nümunə çox ehtiyac var. Həqiqətən də böyük bir yatırada bir nəfər canlı nümunə varsa, o bütün yatıraya sirayət edə bilir. Yəni, bu nümunə, canlı nümunə o qədər vacib şeydir. Amma çox təəssüf ki, biz canlı nümunə göstərəndə, məsələn, İslam aləmindən desək, mən üzr istəyirəm, oradan dünyaya gəlmişəm, orada gözümü açmışam. Hökmən deyirik, Həzrət Əli belə eləyərdi. Gedib 1400 ildən nümunə gətirirəm. İndi tapa bilmirəm nümunə ki, mən ondan elə əsl əməldə yaşayan insanı nümunə gətirə bilirəm. Çox istəyərdik ki, bizim sözsüz ki, məqsədimiz odur, Şrila Prabhupada da bu evi yaradıb ki, biz hər birimiz nümunə olmağa olaq. Belə biz qısa da olsa təşəkkürümü istədim edirəm. Hare Krishna. Mən bir neçə fədailə söhbət elədim. Mən bugün gəlmişəm. Vrindavandaydım. Bilirsiniz,
Çiftliği yok, şimdiki iyice. Bir neçə bu nəsə bu şeyin şaxəsi var da. Mən 4 ilə yaxın siyasətini qoyuruq bir tərəfə, sadəcə olaraq informasiya kimi deyirəm ki, o Rusiya və Ukrayna arasında baş verən o qovğanın içərisində idim. Mən oradan çıxmışam, bilirəm orada nə baş verir. O dəhşət sözü var, dəhşət sözü. O dəhşət sözü hətta onu ifadə eləməyə kifayət deyil. Orada nə baş verdiyi ifadə eləməyə kifayət deyil. Yəni mən şahid olduğum şeylər deyirəm sizə. Orada yani bir kökünü görürük biz bunun əslində bayaq dediyim Sukham Dukhamların baş verməsinin kökünün əslində Tanrı özü durur. İndi biz nəyə çatırıq, nəyi qarşımıza məqsəd qoyuruq, onu mən indi formalaşdıranda da deməli kontrast var o dünya ilə bu dünyanın arasında. Yerlə göy qədər fərq var. Mən sizə açığını deyim, mən Vrindavanı parikram eləyəndə, hətta olurdu ki, mən doğrudan da gözlərimdən yaş axır. İstər-istəməz mən mantranı oxuyuram, gedirəm. Orada görürsən, deməli düzülürlər. Hər 10-15 metrdən bilirik də, çoxumuz olmuşuq orada. Hər məbəd çıxardır cəmaata, yemləyir, yem verir cəmaatı. Yəni, orada söhbət qayğıdan gedir. Nə dərəcədə onlar qayğı ilə yanaşırlar. Nə olur ki, mənim hərsən ki, mən gedirəm də, yolda gedirəm, kəsib mənim qabağımı, əlində prasad, mən deyirəm, Ayboy Prabhuji, Ayboy, sorry. No, Prabhuji, no, prasad. O məni buna elə vadar edir ki, bhakti ilə. Mən toxumdan ölsəm də mən gərək onu olam. Elə bir abhava var. Yəni mən nəyə göndərəm də, bax, misal üçün o iki kontrastın arasında biz nəyəsə naşükürlük eləyəndə, olanı naşükürlük eləyəndə, başlayır o həmin o, bax, o şeylər, qüsurlar peyda olmağa. Qüsurlar peyda olmağa. Şrila Prabhupada o Acharyadır. Bu mən Haridas Prabhupada bir 2 saata yaxın söhbət elədim. Təxminən bu mövzuda. O Acharyadır. O özünün nümunəsində bizim götürə biləcəyimiz qədər yükü veribdir. Sadəcə olaraq indi ola bilir də bu prosesdə hörümçəklə kimi müqayisə edirik? Hörümçəklə kimi müqayisə edirik? Xanman. Hörümçək xanman deyir ki, nə ki, çəkil əl-ayağıma dolaşırsan. O deyir, müqayisə da deyir, səni boyda iş görür. Biri var, sən Hanuman olasan, hörümçəyin götürdüyü qədər götürəsən. Yəni bu artıq fırıldaqdır. O bir dənə də səhnə var, nəzir verəndə bir tacir nəsə qoyur, bir yaşlı xanım da 2 dənə şey qoyur, deyirlər ki, bu nədir, qoysan biz. Deyir, o səndən çox öptün ki, o nə var desə onu qoyubdur, səndən olanından birazını qoyursan. Yəni dediyim nədir? O Acharya bizə götürəcəyimiz qədər yükü veribdir. Sadəcə olaraq o həm yenə deyirəm də biz hamımız qarışıq formada müəyyən qonaların təsir altındayıq. Tənbəllik, sonra biliksizlik, cəhalətə meyillilik.
Bax, bu şeylər əslində bariyerdir. Bariyerdir. Deyirlər, elə bil ki, gözləyirik nəsə bir şey olsun, nəsə bir şey üzə çıxsın. Mənə deyirlər ki, şəxsi misalımı deyim ki, hara gedirsən, gəl otur burada, göstərir. Təkliflər var müxtəlif yerlərdən. Almaniyadan qanun tutmuşlar, Hindistanda və s. və axır. Yəni, mən oturub nəsə bir oturaq formada özümü saxlaya bilərəm. Amma ki, mən deyirəm ki, bu bilik ki var, bunu biz bilməliyik və bu bilik biz neynəməliyik? Yaymalıyıq. Bizim missiya budur. İSKONun missiyası budur. Bunu biz nələr yaymalıyıq? Bunu bu formada yox. Kağız formasında, kitab formasında yox. Nümunə kimi yaymalıyıq. Afərin. Öz nümunəmizdə mən o hərbi xidmət zamanı bir Kreis deyilən bir yer var idi, kontrol iradəsində. Deməli, oranın hərbiçiləri hər gün deyirdilər, gülürdülər, şənlik. Onların o qəhqəhəsi bu bir tərəfdə olan o hərbi hissənin əşkarlarını həmişə orada cəlb edir. Biz orada düşmək istəyirik, orada hamını götürmürlər. Çünki nəyə görə? Orada görürlər ki, onlar şaddılar. Onlar sevinç içindədirlər. Bunlar o şeyə meyil edirlər. İndi cəmaat görəndə ki, biz sevinç içindəyik, bizim yüzümüz gülür. O zaman istər-istəməz bu şey cəlb olunur. İnandırım sizi, insanların buna ehtiyacı var. Və imkanları da var. Deməli, bir dəfə mən gedirəm Ağstafadan Qırmızı Körpüyə doğru, içində marşrutkada gedirəm. Cavab oxuyuram, arxada oturub, yanımda da bir harasa oğlan var, 20 yaş. Burada yanında kimsə bir yaşlı xanımdır. Anası deyil, anasına baxında canlılar, yoldaşı da deyil. Ya bacıda kimsə dəxli yoxdur, bir yerdə gedirlər. Birdən qayıt ki, mənə zikr edirsiniz. Dedim, Allah qəbul edəsin. Biraz da mən qeyri-adi geyinirəm də, çünki mən əslində özüm olmaq istəyirəm, mən istəmirəm hamıya bənzəyim. Mən nəyə istəyirəmsə özüm olmaq. Yəni görürsünüz, və yaxud bugün biraz mənə də oradan geçiş dərsindən belə də başqalar üçün də gətirirəm. Özümün rüqzaqım var, çiynimdə sumka var, bir də başqa ağır sumkadır. Avtobusa minmək istəyirəm, onları qoyuram. Biri gedir, təxminən cavan oğlandı, yenə 18 yaşı olan olmayı, 18-20 yaş arasında. Sizə kömək edim da, deyirəm, yox, lazım deyil, çox sağ ol. Yox, hər şey, nədir, kömək edim, yoxsa olsa savab qazanır. Elə, heç məndən etiraz, razılıq gözləmədən, götürüb mənim o ağır sumkamı qoyur şeyə. Bir saat da çıxır gedir. Yəni, bu insanların meyilliyi var. Bax, Takur deyir, cəmi cümlətanı 3% demondur bu dünyada. 3% demondur. Qalanları bizim hamımız axtarışdayıq. Biz axtarışdayıq. Və bu, həmin o Katbriyanın mənim sevdiyim şey bəndi var. Həqqi axtarandan yox, onu görəndən sonra özü məhbus olan kəs verə bilməz, qurtulur. Yəni, onu vermək lazımdır öz nümunəmizdə. O nümunədə o zaman ortaya çıxır ki, biz burada inandırım siz, bax, bu bəndləri oxuyub ağlamaq olar. İnsan bəhrəgüdən fəaliyyətin əsarətindən azad olur. Biz onlara bağlıyıq, bizim o bağlılığımız... Burada məhz Krishna əbəsələ demir ki, əsarətə məhkumdurlar. Biz əsarət deyik, biz öz o
kamil olmayan, qüsurlu olan arzularımızın qulu yox, əsəriyik. O şeyler var, mövcuddur, lakin biz o şeyləri istifadə edirik, müvəqqəti. Və həmin o müvəqqətiliyi biz bağlayanda Krishna ilə o ruhləşir və əbədiliyə çevrilir. Onun da adı nədir? Biz nəyəsə Krishna üçün istifadə edirik. Xidmət. Qurban edən. Qurban veririk. Həsr eləmək. Demək, öz həzmi üçün yox, Krishna həzri üçün razı qalmaq üçün. Qurban. Uşaqlarla müəyyən qruplarla olmuşam mən, keçmiş qruplarda. İli şunu. Belə də ən çox da belə İslam meylidirlər. Yəni, belə olsun, qurban kəsəcəm. Deyirəm ki, harada yazılıb ki, qurban kəsilir. Bir yerdə gözlər ki, bax, burada İncildə ya Quranda qurban kəsilir. Qurban kəsilmir, qurban verilir. Qurbanı sən kəsmir, suyun qabanı kəsərsən, adamın qabanı kəsərsən, həmlə kəsərsən. Kəsmək yox. Bunu verirsən sən. İndi bunlar, bu da gəlir bizə çatır o zaman ki, Krishna onun onunda deyir, Bhagavad Gita. Teşam sadatam yuktanam vajatam priti purvakam. Dadami buti yogaptam yenamam upayantiti. Kim ki mənə saf sədaqətlə və məhəbbətlə xidmət edir, onlar mənə çatsınlar deyə, mən onlara nə verirəm? Dərrakə verirəm. Həmin o dərrakə ilə bizdə o şey formalaşır, o özəl çıxır ortaya. Həmin biz qayıdırıq o əzəli formamıza. Baxmayaraq ki, biz maddi dünyadayıq. Amma biz maddi dünyada deyilik. Çünki nəyə görə? Bizim özülümüz ki var, o kökümüz ki var. Artıq orayla bağlı. Bədənimiz buradadır. Və biz burada ola-ola, bu bədəndə ola-ola matematik halinin şeydir, funksiyasıdır. O birlərə bacardığımız qədərlə civadoya kömək eləmək ki, onlar o şeydən çıxsınlar. Çünki bu kimin missiyasıdır? Çətinə Mahaprabhunun missiyasıdır. Şirla Prabhupada da o formulu verirdi ki, o missiyanı biz necə yerinə yetirə bilərik. Ona görə Çətinə Mahaprabhu deyir. Harir nama, harir nama, harir nama. Bakı olam, kala. O çox, hər şey çox sadədir. O meşənin adı nədir? Yox. Carina Kanta meşəsi olur. Çətinə Mahaprabhu Mayapur'dan Vrindavan'a. Orada heyvanlar bir-birini qucaqlayır, şir, pələnc, doğuşanı önemli. İlanlar deyər gülür. İlanlar işi. Bilirsiniz, ilanlar gülməyə, onların şeyi yoxdur. Çünki nə görə? Onların dodağı yoxdur. Gülüşü verən dodaq deyər, hətta ilanlar belə gülürdür. Həqiqət o veribdir, o gəlibdir. Çətinə Mahaprabhu Tanrı özü o özünün timsalında veribdir. Nətər Krishna'ya biz fəda edirlər. Fəda vermək. Fəda verirsən. Və o zaman sən qayıdırsan özün o əzəli vəziyyətinə. Həmin anda biz həqiqi xoşbəxtliyə nail oluruq. Və o zaman artıq bizim o qüsurumuz burada deyilik. O qüsur ki var, o aradan götürülür. Əli gəlib bəsdir. Hazırdırsa. Buyurun. Ben demek istəyirdim ki, bir remarka kimi. Siz dediniz cehalet nədir? Mən bədənəm düşünmək, bu cahillik. Yalancı mən doğrudur. Sonra təyin olunmuş vəzifələr silklərə verilən vəzifələrdir, bedalardır. Yəni şatriyaların, brahmanların, şatriyaların, vaisyaların və
şudraların təyin olunmuş vəzifələri var. Ona görə Krishna Bhagavad Gita'da Arjuna'ya deyir ki, sən hətta döyüşməlisən, çünki bu sənin təbiətin, borcundur. 3.35. Yəni bu təyin edilmiş vəzifələr silklərə aid olan vəzifələrdir. Tamamilə doğru. Krishna da deyir Arjuna'ya ki, get döyüş. O deyir, açıqlayır ki, başqalarının işini mükəmməl yerinə yetirinlə. Çünki nəyə o işarə edir? O deyir ki, mən istəyirəm saniyəsini çıxam gedəm, buna lazım deyil. Amma Krishna deyir, sən döyüşçüsən, nə saniyəsi bazlıqdır? Sən döyüşçüsən, sən döyüşmədin. Təbii, tamamilə doğru. Tabii ki, oradan hazırdır, hələ yox. Коровку никто не приглядывает. Корова? Вы уезжали, да, во Вриндаван, а за коровку? Там, преданные есть, они смотрят. Нет, я из Вриндавана уже. Prem olur mu? Да. Başlamadım. Yani, Siz dediniz ki Krishna adayları dərrakə verir. Dərrakənin funksiyalarını deyə bilərsiniz. Dərrakənin funksiyası budur ki, ümumiyyətlə bu incə bədənin elementidir. Dərrakənin funksiyası. İncə bədənin elementidir. Dərrakə bir sözlə o analiz edir. Dərrakə analiz edir. Və ağılı imkan vermir ki, hisslərinin əsarəti altına düşsün. Yəni, bizim maddi hisslərimiz bu necə baş verir? Mesela bizim bu maddi hisslərimiz var, o 5 hisslər ki var, bizi aparır. Bhagavad Gita'da da o illüstrasiya olunubdur, 5 atdır, cilovdur, cilov ağıldır, 5 at bizim 5 hiss üzvlərimizdir, cilov ağıldır, bu cilov əlində tutan sürücü isə dərrakədir. Məhz həmin dərrakə elə bil, ağla imkan vermir ki, o öz hisslərinin əsarət altına düşsün. Hisslər onu aparmasın. Hisslər çox güclüdür. Yəni, biz bacardığımız qədər məhz dərrakənin köməyi sayəsində biz həmin o cilovu yığırıq ki, hissləri cilovlaya bilir. Cəhalət binasına düşməz. Cəhalətə düşməz. Bəli, o cəhalət ola bilər, o ehtiras qunası da ola bilər. Hətta xeyirxahlıq qunası da ola bilir, bizi aparsın. Çünki nəyə görə? Biz hər hansı bir xeyirxahlıq qunasında onlar ümumiyyətcə qarışıqdır, elə yox ki, biri tam cəhalətdir, biri ehtiraslardır, biri xeyirxahdır. O qunalar ümumiyyətcə qarışıqdır, hərədə müəyyən qədərdir. İndi adətən xeyirxahlıq qunasında fəaliyyətimiz olur ki, bizə Qorqus, nədir Azərbaycan? Məğrurluq, təşəbbüs, o şey gətirir. Yəni, bunu mən eləyirəm, həmin propo demişəm, o yalancı mənlə onu bağlayanda, bu başlayır bizə qurulu gətirməyə. 16-cı başlıq orada 2-ci mətindir, ya 4-cü mətindir. Dampoda, Pobihimanaşda, Krotapa, Ruşam, İvaça, Ağyanam, Çapı, Çikasda, Parta, Sampoda, Masuya. Təkəbbür, lovğalıq, şöhrətpərəstlik, cahillik, qəzəb və kobudluq Allahsız təbiətli insanlara xasdır. Yəni, onun hamısı şaxələridir. Həmin bax o təkəbbür, gərək ona görə biz nə ediriksə, onu gərək Tanrı ilə bağlayaq. O xeyirxahlıq qunasında da bərpa olmamızı gərək biz Tanrı ilə bağlayaq. O zaman, deməli, o deyilir da, hətta fədailərdə də o statuslar var. Var Akama Bhakti, Sakama Bhakti, Moksha Kama Bhakti. Fədailər də hansı ki, Moksha Kama Bhakti onlar istəyirlər.
bu dünyanın əzab əziyyətindən qurtarsınlar, moksha çalsınlar azadlığa. Sakama Bhakti hansı ki təmənnalı faydalı işlərlə məşğuldular. Mən, misal üçün, Krishna, mən bugün dedim ki, mühasibə edin, qulaq asınlar və sırf əlavə. Bunun əvəzini, nə olar biraz əvəz verir. Bu, deməli, hərsən ki, sədaqətli xidmət, amma təmənnalı xidmətdir. Bir də var, Akama Bhakti. Yəni, mən bunu edirəm, və praktik deyib, qurban. Bu qurban kimi edirəm, sadəcə verirəm və əvəz gözləmədən. Məz Çətən Mahaprabhu Şikşaştikanın 8-ci beytində bunu deyir. Sən məni qobulcasına itələsən də, mən onsuz da sən mənim yeganə isayiş obyektimsən. Onlar bir dənə sual verir. Əlbəttə. Mövzu deyil, ancaq çox tez-tez müzakirə olunan sualdır, ağrılı sualdır. İslamda olan adamlara deyəndə ki, bəs qurbanı biz hisslərimizlə, vaxtımızı qurban verməliyik, özümüzü, hisslərimizi qurban verməliyik. Onlar deyirlər ki, bəs İsmail qurbanı olubdur və bu bizə miras qalıbdır. Yəni, buna rəğmən biz belə tutarlı nə deyə bilərik? Çox, həddindən çox argument, həddindən çox argument. Həddindən çox argument. İsmail qurbanı, İsmail İbrahim Peyğəmbərin oğlu olubdur. İbrahim Peyğəmbərin niyyəti olubdur. O niyyətində nə deyibdir? Mən Səni sevdiyimdən. Hətta bu çatanda sənə qurban edəcək. Qurban kəsərsən oğlumu? Allaha sevgisindən. Qurban kəsərsən Allahın oğluna. Həmin səviyyədəsənsə, pajabüstə. Həm əgər sən həmin səviyyədəsənsə, mən sana xeyirlər verirəm. Kəsmək istəyirsən. Bu kifayətdir. Bu bir. İkinci bir tərəfdən, o qurbanı necə veribdir? O qurbanı orada kəsib yeməyib ki. Özünüz bilirsiniz, ha? Onlara necə ispat edəsin? Sizin kitabınızda deşilən yazılıbdır, bunu bastırıbdır. Bu bir. Elə yazılır. Təbii, əlbəttə. Qoçda cənnətdən gəlir. Həm də o oradan peyda olur. Orada mən səhv eləməmsə, onun 21 dənə onun o sənin özün olmalıdır. Hər bayramda sən onun gərək dilinə, başına, axına çəkirsən. Nə çolaq olmalıdır, nə bunuzu qırıq olmalıdır. Yəni, o var, o qurban, o var. Sadəcə olaraq o qurbanın özü də bölünür. Cəhalət qonasına, ehtiras qonasına və xeyirxahlıq qonasına. O, ümumiyyətcə, o maddi qurban, o, həmin dövrdə ərəblərin varı onların sürüsü ilə ölçülür. Məhz o sürüsündən əslində maddi qurban verməklə də, maddi qurban verməklə o qalxır, maddiyyətini artırmır. O, onu əgər həqiqi mənada qurban verirsə, o inkişaf edir, tamamilə doğrudur. O qalxır hisslər səviyyəsinə. O hisslərini qurban verirsə, o qalxır ağıl səviyyəsinə. O qədər cahil idilər, onlar ona görə. Yəni, əslində biz nədərdir? Yəni, o digər dünyəvi dinlərdir. Əgər onlar layiqincə orada yazılanlara əməl edirlərsə, deməli, bu və ya digər halda onlar əslində Tanrıya sitayiş edirlər. Bu bir. Bir də digər tərəfdən Quran-ı Kərimin çoxlu ayələri var. Orada gəlib məsələn. Yox, dedilər, prasad yoxdur, onu görməyə davam edir. Yaxşı. Deyərəm, o çoxlu şeylər var, təkrar olunur. Orada bir getərin də bağı deyir ki, sizin üçün həyatın altında yetişənlər, də başında yetişənlər halal bilir. Əsfəl aylar bağlayırıq mühazirəni
Karantada Bhagavad-gita'daki cay, Şerla Prabhupa'daki cay, Bakı Yatrası'na eşk olsun. Jai.